Maliyyə hesabatı maliyyə və idarəetmə üsutunun nəticələridir. Lakin bir qayda olaraq maliyyə hesabatları deyiləndə maliyyə üsutunun hazırladığı müvafiq hesabatlar nəzərdə tutulur. İdarəetmə üsutunun hesabatlarında forma, mövzu və istifadəçilər fərqli olduğu üçün onlar diqqətə alınmır. Maliyyə hesabatlarının məqsədi iqtisadi qərarların qəbul edilməsində geniş istifadəçi auditoriyasının müəssisənin maliyyə vəziyyəti, nəticəsi və maliyyə vəziyyətində dəyişikliklər haqqında faydalı məlumatla təmin etməkdir. Maliyyə hesabatlarının təqdim edilməsi üzrə həm beynəlxalq, həm də milli mühasibat üsutu standartları var. Sözü gedən standartlarda 5 maliyyə hesabatının təqdim edilməsindən bəhs edilir ki, bunlar maliyyə vəziyyəti haqqında hesabat, biz bunu balans hesabatı olaraq tanıyırıq. İkincisi, maliyyə nəticəsi haqqında hesabat, biz bunu mənfəət və zərər haqqında hesabat kimi də tanıyırıq. Üçüncüsü, pul vəsaitlərinin hərəkəti haqqında hesabat. 4. Kapitalda dəyişikliyi haqqında hesabat. Sonuncusu, beşincisi isə izahlı qeydlər və uçot siyasətidir. Maliyyə hesabatları aylıq, rüblük və ya illik olaraq hazırlanır. Hesabatların hazırlanması ən az ildə bir dəfə həyata keçirilməlidir.